Ya Allah, salam hörmətli izləyicilər, hardayıq? Sibrizlə üzbəyüz 26-cı dalan. 31 sotun içində sənət kupça, 31-in də kupçası var. Bax, belə bir dənə gözəl, əzəmətli evimiz çıxıb satışa. Gəl qardaş, başlayaq. Dostlar, bax, orada axıran evi kimi və yaxud da böyük ailələr üçün, yəni evimizi, evdən nə qədər danışsaq azdır. Götür qardaş, manqal xanası var, evdə 50 cür quş növü var. Hər şeydə qalacaq dostlar. Təsəvvür elə, evdə olmayan heç nə yoxdur. Hə qardaş, gəl buradan götürək. Bax, daxil olduqda maşınımızı saxlamaq üçün belə bir dənə ərazimiz var. Giriş yerimiz oradır. Burada əl üz yumağa belə yeri var. Burada hardan başlayaq bilmirəm. Hamısı təbii ağlaydan, təbii daşlardan istifadə olunub. Evi çəkməklə qutarmaz dostlar. Elə bir əzəmətli evdir ki, hətta zaborları belə hamısı daşlardan düzülüb. Bu ev sahibinin maşallah olsun quşlara böyük marağı var. Heyvan sevər insandır. Bax belə. Deyirəm ki, burada bəlkə 500 dənə quş növü var. Hər sortda göyərçinlərimiz var. Göyərçinlər vəhşi göyərçin oxşayır. Bax, çox fərqli bir evdir. Qardaş, göstər maşallah. Da evdə olmayan heç nə yoxdur. Demək, burada belə axıranlar üçün nəzərdə tutulmuş yerimizdir. Hələ keçək, o bir tərəflərdə də quşlarımız var. Qardaş, evdə olmayan heç nə yoxdur. Yəni, hər şey mövcuddur. Keçək. Həyətini göstərək. Əsas bu ev həyətinlə öyünür. Keçək bu tərəfdən zəhmət olmasa. Bax, istədiyiniz meyvə ağaclarını da əkə bilərsiniz. Amma o tərəfdə meyvə bağımız da var bizim. Babək abi, ev gözəldir. Ev əzəmətlidir, ha. Heç rayonda belə evlər çətin tapılar. Bu qədər həyətdə, bu qədər. Hamısı da yüksək səviyyədə dizayn olunub. Hamısı ölçülüb, biçilib. Buranı bilmirəm, efsaba. Qardaş, bu bizim əkin yerimiz. Bütöv hər cür meyvə ağaclarımız var. Burada işçilər üçün yəqin nəzərdə tutulub. Hamam, ayaq yolusu, hamısı otaqlardır. İşçilərin nəzərdə tutulmuş yerimizdir. Bura bizim fərqli bisetkamızdır. Bir dənə oranı da götür, zəhmət olmasa. Elə belə ötəri götürsəz bəs eləyir. Dostlar, ev sahibi deyirəm da, heyvan sevər insandır. Heyvan dedim, buradan da itlər çıxdı. Bir də oranı da götür qardaş, Allah səndən razı olsun. Hamısı quşdur. Dostlar, bəlkə də burada bir 2000 dənə quş var. Bax, hamısı belə quşdur. Burada quşdur, orada quşdur. Qardaş neyinir? Orada yoldur. Buradan da yoldur. Qaqa, stop elə evin içində. Götürdün. Dostlar, əsas keçək evimizə. Evimizdəki top dağıtmaz evdir. Ev sahibi deyir ki, yəni keyfiyyətinlə fərqlənir evimiz. Çox keyfiyyətlidir. Gəl qardaş, inşallah. Özü üçün tikib, hamısını da yüksək səviyyədə tikib. Qapılarından, evin girişindən, evin əzəmətindən məlum olur. Belə bizim bir dənə gözəl qonaq otağımızdır. Əsl bağ evidir da dostlar, əsl. Sibrizlə üzbəyüz. Dənizin abu havası, nəmiş olmayan bir ərazi. Burada belə gözəl mətbəxtimizdir. Belə bir gözəl yataq otağımızdır. Sanitar qovşağımız. Pilləkanın altında əşyalarımızı qoymaq üçün belə yer var. Sadəcə xırda detallar çəksək, vaxt uzun çəkər. Təsəvvür elə ki, aboydan istifadə eləməyib. Qardaş, bunun hamısı təbii
daşlardan, kafellərdən istifadə olunub. Demək, burada da geniş bir dənə sanitar qovşağıdır. Evimiz 3 mərtəbədən ibarətdir. Belə gözəl yataq otağı. Burada belə balkon. Ümumiyyətlə ev sahibi tikib, qoyub gedib. Yəni heç vaxt evdə, dostlar, evdə ümumiyyətlə yaşayış olmayıb, ətraf villalardan ibarətdir. Bahalı bir ərazidə yerləşir. Bu bizim yataq otağı. Bu da növbəti belə yataq otağı, keçək əsas. 3-cü mərtəbəyə Mansara. Bir də onu qeyd edeyim, 1-ci mərtəbədə bunun geniş köməkçi badval deyək də, biz kürsüsü var. Orada rahatçılıqla girmək olur. Bu da bizim belə gözəl mansarımız. Burada çıxırsan, Sibiriz, hər yer ayağının altında. Kimə? Göstər oranda qardaş. Qoy görsünlər, bax ölkəmizdə belə gözəl evlər, eşiklər tikilir, maşallah olsun. Kimə maraqlı olsa, dostlar, qiymət, əsas məsələ qiymət. Bir daha deyirəm, ev əzəmətlidir, nə qədər tikirlər var. 1.200.000 manata çıxıb satışa, real müştəriyə super endirim olacaq. 050 798 98 99 takibat verəyə yazın inşallah.